Salam, hər vaxtınız xeyir olsun əziz tələbələr. Bu videoda mən sizə beynəlxalq münasibətlər tarixindən, vergi orqanlarının işə qəbul imtahanında düşə biləcək, amma tələbələrin gözündən qaçırdığı bir hissə var ki, oradan danışmaq istəyirəm. Niyə qaçırdığı deyirəm? Çünki bu mənim kitabımın ilk beynəlxalq münasibətlərlə bağlı ilk cümləsidir. Adətən tələbələr o hissəni oxumadan birbaşa 1-ci Dünya müharibəsinə keçid edirlər. Nədir bu? Bu Balkan müharibələridir. Baxın, 1-ci Balkan müharibəsi, 2-ci Balkan müharibəsi nədir? Hansı hadisələrlə bağlıdır? Gəlin sizə məlumat verim. Ümumən, 1-ci Rus-Yapon müharibəsində deyirik ki, yəni 1945-ci illər müharibəsində Ruslar məğlub olandan sonra meylin Balkanlara yönəldir. Amma özü Balkan ittifaqına daxil olmur. Balkan ölkələrini Osmanlıya qarşı bir ittifaqda birləşməyə sövq edir. Nəticədə Serbiya, Çernogoriya, Yunanistan, Bolqarıstan birləşərək Balkan ittifaqını yaradırlar. Və bu ittifaqa daxil olan ölkələr Serbiya, Çernogoriya, Yunanistan, Bolqarıstan, bir də deyirəm, Çexoslovakiya yox, Çernogoriya. Bax, bu sualı mən istifadə etmişəm hətta tələbələrə Telegramda. Çernogoriya ilə Çexoslovakiyanı qarışdırmırıq. Birləşərək mübarizəyə qalxırlar və 1-ci Balkan müharibəsində Osmanlı ilə müharibəyə başlayırlar. 1-ci Balkan müharibəsində Osmanlı çox ağır məğlubiyyətə uğrayır və Osmanlı bir çox mülklərini itirmiş olur. Bu zaman Osmanlının bəxti o zaman onda gətirir ki, Balkan ölkələrinə daxil olan, ittifaqa daxil olan ölkələr öz aralarında bu mülkləri bölüşdürə bilmirlər. Nəticədə 2-ci Balkan müharibəsi başlayır və 2-ci Balkan müharibəsində isə həmin Balkan ittifaqına daxil olan ölkələr Bolqarıstana qarşı müharibə edir. Nəticədə Bolqarıstan məğlub olur, ağır məğlubiyyətə uğrayır. Yaranmış vəziyyətdən istifadə edən Osmanlı da itirdiyi mülklərin geri qaytarır. Bir sözlə siz buradan çıxaracağınız nəticə 1. Rus-Yapon müharibəsinin bir yaxşı şəkildə baxmağınızı tövsiyə edirəm. Həmçinin Balkan ittifaqına daxil olan ölkələri bir yaxşı əzbərləyin. Çernogoriya ilə Çexoslovakiyanı qarışdırmamaq şərti ilə. Həmçinin 1-ci Balkan müharibəsinin nəticəsi, 2-ci Balkan müharibəsinin nəticəsi sizlər üçün imtahanda istifadə oluna bilər. Sağ olun, növbəti videolarda görüşənə qədər.